Salam, hər vaxtınız xeyir. Necəsiniz? Bugün mənə ən çox verilən suallardan biri olan filament növləri haqqında danışacağam. Müxtəlif filament növləri var, amma ən çox istifadə olunan üçü haqqında danışacağıq bugün. O PLA, PC və ABS. Çünki məsəl üçün mənə kimsə nəsə sifariş verir və bilmir bunlar arasında olan fərqlər nədir və ya yeni 3D printingə yeni başlayanlar soruşur ki, bu filamentlər arasında olan fərq nədir və s. Ümumi bunlar haqqında məlumat vermək istəyirəm. Bundan əlavə yeni başlamağınız və s. önəmli deyil. Ümumiyyətlə məlumatlarınızı yeniləmək üçün və ya bilmədiyiniz bir şeylər varsa öyrənməyiniz üçün və ya mən bilmədiyim, amma sizin bildiyiniz bir şeylər də varsa şərhlərdə bildirə bilərsiniz. Məmnuniyyətlə bir-birimizdən öyrənək. Yəni öyrəndikcə inkişaf ediləsi bir dünyadır bura. Nəsə bilirsinizsə yazın. Əslində bu mövzu haqqında video çəkməyəcəydim, amma çox sual gəldi və qısa bir videoda çəkəcəkdim. Qoy dedim bunu bir uzun videoya çevirim. Bildiyim şeyləri qısa videoda sınırlandırmayım. Ondan əlavə bildiyim şeyləri də maksimum dərəcədə sizə izah edeyim. Əvvəlcə ən asan basılan PLA ilə başlayaq. Ən asan basılan niyə deyirəm? Çünki basılması cidden çox asandır. Çox rahat şərtlərdə ən başlanğıc növ printerlərdə də rahatlıqla basmaq olar. Mısır nişastası deyilən materialdan hazırlanır və bildiyim qarğıdalı nişastası gedir də desən Azərbaycan dilində və uşaqlar üçün və s. üçün də ziyanlı deyil. ABS-ə keçəndə görəcəksiniz ki, nə qədər aralarında fərq var. Bu arada arxa fondan səs gəlirsə üzrlü sayın, çünki 3 ədəd printerin üçü də hal-hazırda işləyir və istərsəməz səs yarada bilər, amma mikrofon gürültü əngəlləməsinə açmışam hal-hazırda. Görə necə çıxacaq render zamanı, edit zamanı baxacam səs keyfiyyətinə. PLA-nı adətən haralarda istifadə olunduğu haqqında danışaq. Məsəl üçün mən gündəlik hazırladığım insan fiqurları və s. heykəllərdə çox istifadə edirəm. Çünki evdə durur, əlavə bir gün dəymir, istilik dəymir, qüvvət yarası bir şey yoxdur. Yəni gücə sallası bir şey olmayan yerlərdə istifadə etmək olar. Məsələn, prototipləmə əsnasında modelə ehtiyacınız varsa istifadə etmək olar. Daha sonra PC. PC-ni harda daha çox istifadə edirik? ABS-ə nisbətən çox asan basılır. PLA-yə nisbətən isə biraz çətin basılır. Yəni PLA ilə ABS arasında olan bir materialdır. Açıq case printerlərinizdə rahatlıqla basa bilərsiniz. Qapalı case-ə ehtiyac yoxdur. Bu arada PLA-nı açıq case-də də, qapalı case-də basmaq olar. PC-ni də həmçinin açıqda da, qapalıda da. Amma ABS-i qapalı case printerlərdə basmaq daha çox məsləhət olacaq. Amma davam edək PC ilə. PC daha çox dözümlülük lazım olan hissələrdə PLA əvəzi kimi istifadə etmək olar. Yəni dediyim kimi ABS ilə PLA arasında bir yerdir. Bundan əlavə su keçirtməz bir qablar və s. lazım olanda da PC-dən və s. istifadə etmək olar. Çünki PLA nisbətən su keçirən bir materialdır. Suda çözünür. Çünki dediyim kimi Mısır nişastasından hazırlanır. Yəqin ki Azərbaycan dilində qarğıdalıdır. Onu dəqiq bilmirəm. Yəni bilənlər şərhdə yaza bilər. Azərbaycan dili versiyasına baxmamışam. Yəni Mısır qarğıdalı olmalıdır məndən. Nəysə, PC bu qədər idi. İndi ABS-lə ən kralla davam edək. Ən kral deyirəm, amma bundan dözümlü həssiz filament var. Məsəl üçün PC-lər var, polikarbon, sonra ASA var və s. də həssiz filament çeşidi var. ABS-dən daha dözümlü, amma biz ABS-lə davam edək çünki o birislərə nisbətən daha asan basılır. ABS əsasən mühəndislik filamenti gedir, çünki həm istiyə dözümlüyü var, həm müqaviməti çox yüksəkdir. Bunun sayəsində məsəl üçün ən çox maşın detallarında hal-hazırda görürük. Maşın detalları çıxardan və s. mütləq ABS-dən çıxartmalıdır. Amma məsəl üçün Azərbaycanda PC ilə maşın detalları və s. çıxardanlar da görmüşəm. Onu çıxartmaq olar, amma ən effektlisi ABS ilə çıxartmaqdır və ya ASA dediyim polikarbon falan. Ümumiyyətlə bunlarla dözümlü materiallarla çıxartmaq daha məsləhətdir. Çünki istərsəməz maşın üzərindədir, gün çox dəyir, titrəşim olur və s. belə məqamlar var. ABS-i print eləmək haqqında danışaq. Ən vacib məqamlardan biri də budur. Basmasını, print eləməsinin əsas çətinliyi buradadır ki, qapalı case tələb eləyir. Çünki ABS plate-in, yəni tablanın istiliyini 100 dərəcə kimi qaldırmağımızı istəyir və ümumi iç kabin istiliyinin çox olmasını, 50 dərəcə və s. olmasını istəyir. Çünki istilik olmadığı da qalxma eləyə bilər, katmanlar, layerlar bir-birinə yaxşı yapışmaya bilər və s. problemlər yarada bilər. Bu da ABS printinizin keyfiyyətini azalda bilər. Həmçinin məsəl üçün açıq case-də basıb istərsəməz qalxmalar ola bilər. Hava axını olduqda yapışma yaxşı olmayıb, dolaşa bilər və ümumiyyətlə print eləməyə bilər və keyfiyyəti aşağı salacağına
görə ABS-i qapalı keyslərdə print eləmək çox vacibdir. Bundan əlavə məsəl üçün açıq ortamda print eləsəz artıq qoxusu yaranır. Çünki bunlar neft məmulatlarından hazırlanan bir materialdır. İnsan sağlamlığı üçün ziyandır. Məsəl üçün qida ilə təmas edilən şeylərdə ABS istifadə etmək ciddən təhlükəlidir. Amma PLA dediyim kimi qarğıdalı nişastasından hazırlandığı üçün qida ilə belə deyim təmasında problem yoxdur. İnsan sağlamlığına ziyanı yoxdur. Amma ABS-də bu məsələ belə deyil. Ümumi məlumat olaraq danışacaqlarım bu qədər idi. Bundan sonra isə Instagram üçün video çəkəcəm. Bunlardan çəkilişlər basıb bir-biri ilə müqayisə edəcəm. Hansının sağlamlığı nə dərəcədir? Bu sağlamlıq testlərini izləmək üçün açıqlamada qoyacağım Instagram səhifəsinə keçid edib izləyə bilərsiniz. Əgər bu video 100 bəyəniyə çatsa, bu 3 filament və əlavə olaraq 3 filamentlə alıb fərqli növ təbii ki, bu filamentləri bir-biri ilə müqayisə edəcəm. Bu videonun gəlməsi üçün mütləq videonu bəyənib takib atmağı unutma. Belə videoların Azərbaycanda daha çox yayılması üçün fikirlərini, şərhləri də bildirməyi unutma. Hər bir dəstək mənim üçün çox önəmlidir. Sağ ol, salamat qal.